Bugündən etibarən təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinə start verilib. Gördüyünüz kimi bizim müəllimlərimiz şəxsiyyət vəsiqələri ilə qeydiyyat prosesinə yaxınlaşırlar və bu prosesi tamamladıqdan sonra onlar artıq imtahan zalına daxil olacaqlar və imtahan prosesinə start veriləcək. Bütün müəllimlərimizə uğurlar arzu edirik. Bugün ölkə üzrə 13 müxtəlif imtahan mərkəzində 616 namizəd bu prosesə dəvət olunub. Sertifikatlaşma prosesində bu il ötən illərdə sertifikatlaşmaya cəlb olunmamış 5 fənn üzrə. Bunlar təsvir incəsənət, texnologiya, musiqi, tarix fənləri üzrədir ki, bu fənlər üzrə müəllimlər sertifikatlaşma prosesinə ilk dəfə cəlb olunacaqlar. Eyni zamanda ötən illərdə sertifikatlaşma prosesinə cəlb olunmamış və qanunvericiliyin tələblərinə uyğun olan müəllimlərin də sertifikatlaşma prosesi davam edir. Bugün Azərbaycan dili ədəbiyyat, Azərbaycan dili, rus dili ədəbiyyat və xarici dillər üzrə müəllimlər bu prosesə cəlb olunub. Proses hal-hazırda 98% davamiyyətlə artıq start verilib. Növbəti günlərdə isə 25 iyuna qədər bütün fənlər üzrə, sadaladığım fənlər üzrə proseslər təşkil olunacaq. Ümumilikdə 20 mindən artıq müəllimin bu prosesdə iştirakını nəzərdə tuturuq. Bu proses tamamlandıqdan sonra ölkə üzrə sertifikatlaşma prosesinə cəlb olunacaq müəllimlərin sayı 100 min nəfərə ötəcək və eyni zamanda sertifikatlaşma nəticəsində əmək haqqını müvafiq əlavələrlə alan, artımla alan müəllimlərin sayı da 90 min nəfərə yaxınlaşmış olacaq. Bu müəllimlərin bu prosesdəki ilk mərhələsidir, yəni test imtahanı mərhələsidir. Sentyabr ayından etibarən isə artıq müəllimlərin müsahibə mərhələsinə start veriləcək və onlar müsahibə mərhələsini uğurla tamamladıqdan sonra sertifikatlaşmış müəllim olaraq öz fəaliyyətlərinə davam eləyəcəklər. Mən Məmmədova Varidə, 336 nömrəli tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimiyəm. 57 bal topladım. Əslində suallar o qədər asan da deyildi, amma dəhşət çətin də deyildi. Meyarlara uyğun qurulmuşdu. Əsas odur, daha diqqətli olmaq lazım idi. Hacıyeva Səbinə Natiq qızı. Hansı məktəb? 320. Hansı fənni tədris edirsiniz? Azərbaycan dili və ədəbiyyat. Nə qədər bal toplamısınız? 56 bal topladım. İslamova Ülviyə, 161 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi. Suallar necə idi? Düşündürücü suallar idi, üzərində çox işlədim. Amma həqiqətən hazırlaşa bilsək, yaza biləcəyimiz suallar idi. Balınız? 54 bal. Alıyeva Nuraniyə. İmtahan çox şəffaf keçdi. Suallar çox rahat idi. Orta və asan dərəcədə. 53 bal rus dili fənni tədris eləyirəm. Suallar necə idi? Rahat. Əslində daha çox bal gözləyirdim. Bilmirəm, 53-ü gözləmirdim. Daha çox inanırdım ki, 58 olar. Yəni suallar o dərəcədə rahat idi. Xoş gördük. Xoş gördük. Necəsiz? Əla. Necə keçdi? Yaxşı keçdi, bizdə həyəcan var idi, amma 52 dəqiqəyə 52 bal. Nə maraqlı. Suallar necə idi? Suallar asan idi, bilmirəm, mənim üçün asan idi, yəni orta yazmaq olardı. Aliyə Səmədova, 278 nömrəli tam orta məktəbdə tədris edirəm. Rus dili fənnini Azərbaycan bölməsində. İmtahanla bağlı onu demək istəyirəm ki, çox sevinirəm. 51 bal toplamışam. Suallar elə də çətin deyil idi, yəni hər şey əla getdi. Hüseynov Səbuhi Knyazoğlu, Zərfəyev Liseyin Azərbaycan dili müəllimiyəm. Nə qədər bal toplamısınız? 52 bal topladım bugünkü sertifikasiya imtahanında. Yəni buna görə sevincliyəm. Mən 16 nömrəli Texniki Humanitar Liseyin Azərbaycan dili ədəbiyyat müəlliməsi Elnarə Qarayeva. Nə qədər bal toplamısınız? 51 bal topladım. Necə keçdi ümumiyyətlə imtahan? Suallar necə idi? Suallar həm asan, çox asan suallar var idi, həm çox çətin sual. Çox çətin yoxdur, çətin suallar var idi. Necə deyirlər, o balans gözlənilmişdi. Orta səviyyədə çox asan da, biraz çətin də çətin suallar da var idi.